Türkiyə narkotikdən sonra LGBT əleyhinə sərt qanunları artıq hazırlamağa başlayıb. Bəli, Gündəm Xəbərin efirində 17 fevral tarixində və bir məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, Türkiyə Ədliyyə Nazirliyi LGBT təbliğatına görə həbs cəzasının 1 ildən 3 ilə qədər artırılmasını təklif edən qanun layihəsi hazırlayıb. Bu barədə Türkiyə mediası məlumat verir. Məlumatda bildirilir ki, eyni cinsli şəxslərin nişanlanması və evlilik mərasimlərinin keçirilməsi 4 ilə qədər həbs cəzası ilə nəticələnəcək. Qanun layihəsi həmçinin cinsiyyətin dəyişdirilməsi qaydalarını da sərtləşdirir. Ərizəçilər məhkəməyə müraciət etməli, 25 yaşdan yuxarı olmalı və subay olmalıdırlar. Cinsin dəyişdirilməsi əməliyyatı qaydalarını pozmaq 3-7 il müddətinə azadlıqdan məhrum etmə və cərimə ilə cəzalandırılacaq və əməliyyat uşağa və ya icazəsiz şəxsə tətbiq olunarsa isə cəzalar 2 qat artırılmış olacaq. Dəyişikliklərin təşəbbüskarları ailəni, ictimai əxlaqı və ənənəvi dəyərləri qorumaq, eləcə də cinsizləşmə prosesinə qarşı çıxmaq ehtiyaclarını izah edirlər. Bəli, artıq Türkiyədə bununla bağlı ənənələr və sərt qaydalar davam etməkdə.